Herkese selam dostlar. Hamımız yeni YouTube videomuza hoş geldiniz. Bugün sizlerle beraber ne deyirik? Novruz bayramı münasibətilə şən və dostlar, hamımızın yenidən Novruz bayramınız mübarək olsun. Anam deyir orada kəndirbazlar falan olacaq. Əslində gecikdi ora. Hadi o zaman videomuz başlasın. Biz çok gecikdi. Birdə başlayır, saat 2'ye 15 dəqiqə işləyir və biz hələ də evdən çıxmamışıq. Kombinlərimizi görsədək Əminə. Gəl görsədək. Bu Əmişimin kombini. Bu da bacımın kombini. Kombinimi daha sizə qəşəng göstərmək üçün belə uzaqdan durum dedim. Belə. Artıq çıxanda sizə video çəkəcəm. Bu da dırnaqlarım. Bye. Dostlar, gördüğünüz kimi evdəyik və başımıza nə gəldi birlikdə sizinlə paylaşacağım. Hadi. Dostlar, biz geldik həmin yerə parka. Ama burada heç nə yoxdur. Burada heç nə yoxdur. Bomboş yerdi. Bakın bomboş. Donduk. Yeriyirik ama yani heç kim və heç nə yoxdur. Ya da soyuqdur deyə ləğv ediblər. Go to. Hiçbir şey görebilmeden eve gelirim. Dondum her yerim. Sonra bateriyam azaldı ve size heç nə çəkə bilmədim. Eve gelmedik. Getdik onun yanındakı yaxınlığında bir park yerləşirdi. Ora. Gördük orada da heç nə yoxdur. Sonra getdik bulku aldıq. Belə bulku ilə su aldıq. Sonra da yəni heç nə yoxdur. Təəccübləndik. Yəni soyuq havadır. Yəni atladıq şeyə, nədir? Avtobusa gəldik evə. Elə yorğunuydu. Hava da soyuq idi. Buz, külək, qış gəlmiş kimi idi. Evə gələndə anam səhifəni açdı falan ki, baxdı və gördülər ki, yığıblar elə bil, amma söküblər ki, hava pisdir və yazıblar ki, konsert artıq yəni ləğv olundu və beləliklə günün də sonuna gəldi. Dedim bunu da sizinlə bərabər paylaşım. Sizə özünüzə yaxşı baxın. Bye.